kimsən ki mənə zəng edirsən, mən axtarıram. Az yox, ay bacı, bax məni eşidirsən xanım. Adınız nədir? Şəlalə. Şəlalə xanım. Bax mən firma ilə danışıram. Eşit məni. Hə, bax indi xanımın özü də burdadır. Bax, bu Firma ilə. arada xanım çox mədəni danışığından bilinir ki, çox yəni ağıllı xanımdır. Qulaq as xanımın məsləhəti. Hə, indi qoy mən deyim, xanım məni eşitsin. Bax xanım, mən firma ilə görüntülü danışıram, mənə cücələr göstərir. Eşit. Cücə alacağım. Bu da ki zəng eləyir. WhatsApp-da görüntülü. Sən görüntü zəngəndə o orada deyir ki, WhatsApp bu başqası ilə danışır. Adı boy eləyirəm. Hə, bir də zəng eləyir. Adı boy eləyirəm. Sən kiri bir dəqiqə. Bir də zəng eləyir. Yazıram ki, zəng eləyəcəm də nə olur, telefonla danışıram. Onu oxuyur, yenə zəng eləyir. Axırda şimdi dedim, nə olur, sən kimsən? Hə, çox çabuk danışdın məndən. Ayıb olsun. Özə bölüşün də ona. Sən qormuşsan ki, mənə cücə göstər. Bəli, sənin qarnını doyuracam da, Sən məni döyərsən deyil. yox, hə. Həssasiyyətlə danışmaz. Ha, Xanımın adı nədir? Pəri. Pəri xanım, eşidirsən məni? Eşidirəm, bəli, buyurun. Mən sənə bir dənə söz deyim. Əgər fikriniz ciddidirsə, çifti bir addımdan birinci gündən bir-birinizə inanmamız olmalıdır. Mən adım atıram da, Barbek adım atmır ki. Heç sorsun görün Barbek mən axırıncı səfər harcan yazıb. 15 gündan qabaq. Hər gün ad boy verirsən, bilsən ki, bu adam tanınmış adamdır. Bunun işi gücü telefonu. Bəli, görürsən nədir? Tanınmış adamam. Gözlə bilirsən ki, ad boy verib özü. Bəli qız, qapıya tökürəm də bu cücələri alıb firma ilə danışıb. Sən bilirsən, sənlə mən yeyəcəyik. Sən özünü haqlı çıxartma. Ailədə geri birinci etibar inam olmalıdır. Mən gör haçanla sənə zəng eləyirəm, Barbek haçanla sənə həmçə yığıram, axtarıram. Mən xala bilirsən nətərdir Şəlalə xanım? Mən qorxuram, bağlanmaqdan qorxuram. Məni 2-3 nəfər qız yığdı, həkim, can həkimi. Ailə, məni allatdılar. At buluka sonra məni. Belə bir şeydir ki, kartof soğan almışsan kasam. Gəlsin Bakıya, görüşün. Bakıda qalır, mən gedəsiyəm. Gəl gələn Bakıya, bir-birinizə şərtlərinizi deyin. Bax bu başdan, bax işinizi yaxşılığınızı bir-birinizə deyin ki, sabahları sonra sizə problem yaşatmasın. Bir dəfə, iki dəfə Allah qoşu, üçüncü də uca anasının yanına geyit, hərisini al, nişanın elə, toy belə, Allah xeyrini versin. Böyle sənə bugün gördüğün səhər ücüyü taxtım olmaz ki. Olmaz. Bir-birimizə inanmamız olmalıdır. Bir-birimizin boğazından sözümüz keçməlidir. Xanım görünən gözəl izah eləyir. Yaxşı qızdır. Görünür də bilinir ki, sənə can yandırandır. Şəlalə professionaldır yazıblar. Necə? Yazıblar ki, orada Şəlalə professionaldır. Rasional deyəndə ki, mənim qardaş, mənim 50 yaşım var, mənim ailəm var. Mən də istəyərəm sən tək uşaqsan. Görsən ağıllı xanımdır. Necə ailə qurursansa, sabahları Allah eləməsin, Allah sənə peşmançılıq verməsin. İstəyərəm ki, yaxşı olsun sənin üçün baboş. Barbek sən oturdur, sən kimi belə izləyicilərim var. Yox, az şanslıyam mən belə izləyicilərim olduğu üçün, Allah'ım. Şanslıyam belə. Hər adamın belə izləyicisi olmur. İndi sənin evində olan şərait yoxdur. Hiç səndə, baba, yaraşıq səndə. İndi biraz sadəlövsən, indi Allah qoşu xanım gətir gələcək. Səni bu yoluna qoyacaq ki, benim bunu belə eləməyək, bunu belə eləyək. Sən baboş, gəlirsən, mən istəyirsən, mən bilmirəm. Əlbi cəhd tut. Evlənəcək. Yox, ay xala, Şəlalə xanım, mən nətər gedim istəyim indi? Mən qız istəmək bilmirəm axı. Gedim mamasına nətər deyim? Hələ bir mamasına desin, sən də bir... Deyil. Qorxuram ki, nişan gəlir deyəsən ki, istəmirəm. Yox, deyib, mamasına deyib. İnşallah düzələr, hamısı düzələr. Əsas razılığa... Başında qoz qıracaq. Nəyə başında qoz qıracaq? Bir oradan yazır ki, başında qoz qıracaq. Yox, mən tərbiyə sahib deyiləm. Sakitdən qorxuyor həmişə. Sakit adamdan qorxmadır.